Vahabilər deyir ki, şiələr Muaviyyə lənət oxuyur. Allah da bu lənəti rəhmətə çevirir. Bunlar inkar etmirlər ki, inkar da edə bilməzlər. Yəni mötəbər qaynaqlarda vardır ki, Peyğəmbərimiz Muaviyyəyə lənət oxuyub. Qurani-Kərimdə çoxlu ayələrdə Allah Taala özü lənət oxuyub. Bəzən deyirlər lənət olmaz. Allah Taala Qurani-Kərimdə əla lənətullah ələl qavmiz zalimin məşhur ayələrdən biri də Allah zalim qavmə lənət eləsin. Ümumiyyətlə geniş mənada deyəndə bir nəfər bütpərəst də olsa zalim olur. Bir nəfər sadəcə başqasının haqqını tapdalasa o da olur zalim. Lənət də söyüş deyil. Peyğəmbər, imamlarımız buyurublar ki, hətta düşmənə də belə söyüş olmaz. Amma lənət söyüş deyil. Lənət yəni Allahın xüsusi rəhməti. Sən halva şamil ol. Amma Allah Taala əgər Qurani-Kərimdə kiməsə lənət oxuyursa və lənət oxuduğu şəxslər də müəyyəndir. Bəzən kafirlərə, bəzən zalimlərə lənət oxuyursa, bir nəfər ki Muaviyyə kimi zülm edib, Əli əleyhissalamın haqqını tapdalayıb, İmam Həsən əleyhissalamı şəhadətə yetirib, artıq bu zalimdir də. Bəs Allahın lənəti ona da şamil olur.